Xalqımızın ən qədim və ən sevimli bayramlarından biri Novruz. Bu bayramın öz tarixi, öz ənənələri var. Bu ənənələrdən biri də qapılara papaq atmaqdır. Əlbəttə ki, bu bir zarafat, xoş ovqat bəxş edən adətdir. Biz də bu dəfə ölkəmizin tanınmış ilahiyyatçılarına qonaq olmaq, qapılarına papaq atmaq qərarına gəldik. Bundan nə alındı? Gəlin birlikdə baxaq. Salam aleyküm. Bayramınız mübarək olsun. İcazə var. Çox sağ olun. Buyurun. Hörmətli tamaşaçılar, gördüyünüz kimi biz bugün ilahiyyatçımız Hacı Şahin Həsənlinin qonağıyıq. Hacı, xoş gördük. Bayramınız mübarək olsun. Çox sağ olun. Təşəkkür edirik ki, bugün bizi öz ailəmizdə, öz ocağımızda qəbul etdiniz. Çox sağ olun. Hacı, ilk olaraq istəyərdik bizə və tamaşaçılarımıza bu gözəl balaları təqdim eləyəsiniz. Hüseyn, bir dəfə Zeynəb. Hüseyn Zeynəb. Oğlumuz Hüseyndir, qızımız da Zeynəb. Allah saxlasın. Allah yarayanlardan eləsin. Və bu günləri biz ənənəyə biraz ənənəni pozaraq adətən bu cür suallar axırda verilir. İstərdik əvvəldə bu sualı verək. Sizin tamaşaçılara mesajınızı, Novruz mesajını səsləndirək ilk olaraq. Bütün Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edirəm. Azərbaycan xalqının qədim ənənələrindən biridir Novruz bayramı və ən geniş şəkildə qeyd olunan bir bayramdır. Novruz bayramında həyat təzələnir. İnsanlar mənəvi baxımdan bir nikbin əhval-ruhiyyədə olurlar. Bütün bu bayramı qeyd edən xalqımızı, ümumilikdə bütün insanları təbrik edirəm bu Novruz bayramı münasibəti ilə və hər bir ailəyə səadət, xoşbəxtlik arzu edirəm. Təşəkkür edirik. Biz də ilahiyyatçımızın sözlərinə, təbriklərinə qoşularaq biz də öz növbəmizdə bütün Azərbaycan xalqını təbrik edirik və istəyərdik keçək müsahibəmizə. Bu Novruzla bağlı dinimiz nə deyir bizə? Ancaq son zamanlar belə bir tendensiya yaranıb ki, Novruz adı gələndə bir qrup insanlar var ki, bunu dinimizə zidd olan bir bayram kimi qələmə verirlər. Ümumiyyətcə, İslam Novruz haqqında nə deyir? Sizin baxışlarınız, yəni sizin deyəndə ki, dinimizin baxışları Novruz haqqında nədir? Məlum olduğu kimi Novruz bayramı dini bayram deyil, İslamla aidiyyəti olmayan bir bayramdır. Və Novruz bayramının dəqiq tarixi haqqında da mütəxəssislərin müxtəlif rəyləri var. Tədqiqatçıların fərqli baxışları var. Məsələyə, yəni Novruz bayramının dəqiq tarixi bəlli deyil. Novruz çox qədim bir bayramdır. Qədim köklərə malik bir bayramdır və Azərbaycan xalqının milli adət-ənənəsidir. Novruz bayramı ümumiyyətlə milli kimliyimizin tərkib hissəsidir. Milli kimliyimizi formalaşdıran amillərdən biridir. Və eyni zamanda da mən həmişə bunu qeyd eləmişəm ki, dini dəyərlərimizlə milli dəyərlərimizin qarşı-qarşıya qoyulmasının əleyhinəyəm mən. Yəni, təbii ki, İslam bir mütərəqqi din olaraq bütün yayıldığı ərazilərdə xalqların mədəniyyətini inkar eləməyib. Yəni, əksinə İslam yerli mədəniyyətləri zənginləşdirib və özü də bu mədəniyyətlərdən bəhrələnib və zəngin bir mədəniyyət yaranıb nəticədə. İslam tam inkarçılıq mövqeyində dayanmayıb. Yayıldığı ərazilərdə İslamı yenicə qəbul etmiş xalqların mədəniyyətini təsdiq edib. Sadəcə olaraq bəzi ilahi dəyərlərə zidd adət-ənənələr olubsa, bunlar mənəvi dəyərlərə, təvhid dəyərlərinə, təkallahlıq dəyərlərinə uyğunlaşdırılıb. Novruz bayramı da belədir. Novruz bayramının əsas ünsürlərini, əsas Novruzu təşkil edən elementləri biz nəzərdən keçirəriksə, görərik ki, Novruz bayramında əsasən dinə zidd olan Novruz mahiyyət etibarından dinimizə zidd deyil. Bəzi müəyyən xurafat xarakterli adətlər ola bilər, din bunları inkar eləmiş olsun. Amma Novruz bayramı ümumilikdə dinlə ziddiyyət təşkil eləmir. Hacı, siz bir sıra dini ayinlərə toxundunuz ki, Novruzun İslamla heç bir aidiyyəti yoxdur. Götürək elə Novruz bayramında yumurtaların boyanmasını.
həmin ayın xristianlıqda da var. Pasxada yumurtanın boyanması. Bu bayramda yumurtanın, yəni Novruzda yumurtanın boyanması bir növ xristianlıqda olan o ayinlərə işarət deyilmi və yaxud da ki, elə xristianlığın özünə? Ümumiyyətlə Novruz çox qədim bir ənənə olduğundan müxtəlif dinlərin də dini ayinləri Novruza nüfuz edə bilib. Zərdüştidən qalan müəyyən adətlər ola bilər Novruzda. Azərbaycan arasında ümumiyyətlə xristianlıq da olub, xristianlıq da yayılıb. İslamla da müəyyən qədər əlaqələndirənlər var Novruz bayramını. Yəni İslam tutaq ki, bəzi insanlar bu günlərdə qusul alınmasına dəvət edirlər, yaxud da dua edilməsinə dəvət edirlər. Yəni artıq o qədər qarışıb, zənginləşib bu bayram ki, hansı ayının hansı dindən qaynaqlandığını ayırd eləmək bir qədər də çətinləşib. Ona görə də bu ümumilikdə belə deyək, milli bir bayram olaraq qeyd olunması yaxşıdır. Ola da bilər ki, bu ayinlər müəyyən dinlərdən Novruz bayramına daxil edilmiş olsun. Burada da belə bir faciəli bir şey görmürəm. Mövzunu davam etdirərək bir məqamı sizin şəxsi fikrinizi öyrənmək istəyərdim. Bu bidət anlamına gələn ayinlərdən, Novruzda olan o bidət anlamına gətirən ayinlərdən sizin ixtiyarınızda olsa hansını xaric edərdiniz? Novruz bayramında məsələn belə deyək, qulaq falı adlanan bir ayin var. Məsələn, bu dini dəyərlərlə də uzlaşmayan bir bayramdır ki, insanlar qapıları dinləyirlər, evləri pusmaq kimi adlandırılır. Evi dinləmək, ev insanın qalası hesab olunur. İnsan öz mənzilində sərbəst danışmaq istəyir və kiminsə onu dinləməsi düzdür. Bəzən deyirlər ki, insanlar bilir ki, kimsə onun evini dinləyir, o zaman çalışırlar xoş sözlər danışsınlar. Amma bu bir günlə onsuz da kiminsə dinləməsi qorxusundan biz mehriban olacaqsa, bunun bir o qədər də mənası yoxdur. Və yaxud məsələn, xoruz döyüşdürmə ənənəsi var. Mən bunun əleyhinəyəm. Ki, insanlar bir tamaşaya baxırmış kimi iki xoruzun döyüşməsinə toplaşır. Baxır, bu yanlış bir ənənə hesab edirəm. Hazır son zamanlar bəzi dini qruplar Novruz bayramının Quran ayələri ilə və yaxud da ki, səhih hədislərlə təsdiqini tələb edirlər ki, bu bayramın keçirilməsi Quranla icazə verilsin və yaxud da ki, hədislərdə bu haqda nəsə bir şey olsun. Bu nə qədər düzgün tələbdir, ümumiyyətcə nə qədər düzgün yanaşmadır? Hökmə məhz Quran ayəsi və hədislər prizmasından yanaşmasını anlaya bilmirəm, başa düşmürəm. Yəni dini yalnız yazılardan ibarət bilmək olmaz. Təbii ki, Quran və hədislər bizim mötəbər mənbələrimiz hesab olunur. Olduqca mötəbər. Quran ilahi bir kitab olaraq və hədislər də məsumlardan nəql edilmiş kəlamlardır. Olduqca mötəbər sözlərdir və amma bunu qeyd eləmək istəyirəm ki, biz hər bir məsələyə hökmən Quran və hədislərdən dəlil axtarıb tapmamalıyıq. Bəzi məsələlər var ki, din onları inkar etmirsə, artıq dinin təsdiq etməsi deməkdir. Yəni, dinin heç də hər bir məsələyə dair fikir söyləməsinə ehtiyac yoxdur. Bəzi cərəyanların istənilən milli adət-ənənələrimizi inkar etməsi ki, bu Quranda və hədislərdə qeyd olunmayıb, bu özü dinin ruhuna zidd olan bir yanaşmadır. Yəni, din əslində insanlara bir çox məsələlərdə sərbəstlik verib, insanlar ağla və Quran və hədis məntiqinə zidd olmayan istənilən əməlləri icra edə bilərlər. Bunun üçün hansısa bir ayənin və hədisin olmasına ehtiyac yoxdur. Eyni zamanda bunu da demək istəyirəm ki, bəzi din alimləri Novruzun hansısa bir ilahi peyğəmbərlərdən birinin təlimi ilə bağlı olduğunu da iddia edirlər. Düzdür, Novruzun tarixi çox qədimdir, amma biz bütün peyğəmbərləri tanımırıq. Onların adı bizə bəlli deyil. Ola bilər ki, deyirlər, Novruz hansısa ilahi bir dəyərdir. Allah tərəfindən göndərilmiş dini təlimin bir tərkib hissəsidir. Bu fikri də irəli sürən din alimləri var. Yəni ki, bunun dini təbii ki, bu İslama aid edilmir, İslamdan çox öncə, amma hansısa bir ilahi kökə malik olması haqqında da fikirlər var. Bir də bunu da qeyd eləmək istəyirəm ki, Novruz bayramı doğrudan da insanpərvərliyi təbliğ edən bir dəyərdir. Novruz bayramı il ərzində yeni ilin qarşılanması üçün ən münasib bir gündür. Yəni, il yazda daxil olur və qışda bitir. Yəni, insan doğulur, boya başa çatır, yaşlanır, dünyasını dəyişir. İldə məhz
baharda, yazda qeyd olunması astronomik nöqteyi nəzərdən də daha düzgündür, daha məntiqə uyğundur və gecə ilə gündüzün bərabər olması həm də deyirlər ədaləti tərənnüm edir. Yəni bir çox pozitiv, müsbət dəyərlər var Novruz bayramında. Bu dəyərlərin dini dəyərlərlə qarşı-qarşıya qoyulması olduqca yanlışdır. Din və milli mədəniyyət bir-birini zənginləşdirməlidir, mən belə düşünürəm. Hacı, təşəkkür edirik bizə vaxt ayırdığınıza görə. Çox sağ olun. Fürsətdən istifadə edib, yəni bu fürsəti dəyərləndirməyə bilməzdik. Və sizin övladınız, bizim balaca qardaşımız Hüseynə də bir-iki sual vermək istəyirik. Yəni ilk dəfədir görürük onu. Hüseyn, böyüyəndə nə olmaq istəyirsən? Həkim. Ay maşallah. Qiymətlərin necədir məktəbdə? Yaxşı. Yaxşıdır, əla. 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 Neçənci sinifdə oxuyursan? 3-cü sinifdə. Yaxşı, atan kimi niyə ilahiyyatçı olmaq istəmirsən? İstəmirəm. Yəni ata özü yol seçib, sən də özün yol seçirsən. Hə. Nəyə görə? Həkim olub nə edəcəksən? İnsanları sağaldacağam və bu iş savablı iş. Bax, sən deyirsən ki, həkim olub insanları müalicə eləmək istəyirsən də. Bəli. Yəni bu insanların deyək ki, birinin əli kəsiləcək və yaxud da ki, öbürsü xəstələnəcək, onları Bəli. cismani müalicə eləyəcəksən, cismlərini müalicə eləyəcəksən. Amma nəzərə alsaq ki, atan ilahiyyatla məşğul olur, insanların ruhunu müalicə eləyir, ruhunu təmizləyir. İndi səncə atanın gördüyü iş daha savablıdır, yoxsa sənin gördüyün iş? İkisi də savablıdır, amma mən daha çox olmaq istəyirəm həkim. Sən çox sağ ol, suallarımızı cavablandırdın. İndi icazə ver bacı ilə də danışaq. Olar? Buyur. Zeynəb, sənin neçə yaşın var? 3. 3? 4. Ay maşallah. 4. 4-dür? Hə. Zeynəb, Hüseyn sənin böyük qardaşındır, hə? Biraz balaca. Biraz balaca. Hüseyndən böyük bacın da var, hə? Hə. Səni incitmirlər? Yox. Yox. Hüseyni çox istəyirsən, bacını? Hansını çoxsan? Çox istəyirdi. Ay maşallah. Allah mehriban eləsin. Hacı, bir daha təşəkkür edirik sizə bizi bu günləri evinizdə qəbul etdiyinə Çox görə. sağ olun. Bizi üçün süfrə açdınız. Ocağımızda qəbul elədiniz. Çox sağ olun. Təşəkkür edirəm. Sizin gözəl balalarla da tanış olduq. Çox sağ olun. Bir daha əziz tamaşaçılar, bayramınız mübarək olsun deyirik və bunu ilə söhbətimiz bitmir, davam edəcək. Bayramınız mübarək. Hörmətli tamaşaçılar, bugün biz ilahiyyatçı Hacı Samir Ağayevin ailəsinin qonağıyıq. Gözəl bir süfrə açıblar bizə üçün Novruz ərəfəsində. Yer gəlmişkən bu gözəl balaları təqdim edeyim sizə. Xədicə balamız, İbrahim balamız. Hacı, icazə versəydiniz ilk sualımıza keçərdik. Bir ilahiyyatçı kimi bizə istərdik ki, izah edəsiniz İslamın Novruza baxışını. Bismillahirrahmanirrahim. Mən də öz növbəmdə sizi salamlayıram, əziz tamaşaçıları salamlayıram və bu gözəl bayram münasibəti ilə səmimi qəlbdən onları təbrik edirəm. Allah Taala'dan onlara rəhmət diləyirəm. İslamın Novruza baxışı necədir? İslamın Novruza baxışı çox müsbətdir, çünki İslamın nəzərində adətən hansısa bir xalqın ənənəsinə, mədəniyyətinə baxış müəyyən meyarlarla ölçülür. Belə ki, Qurani Kərimdə qeyd olunur ki, 4 ay haram aydır. Ayların içərisində 4 ay haram aydır. Bu haram ayda qan tökmək olmaz, müharibə etmək olmaz. Hansı ki, bunun İslamla heç bir əlaqəsi yox idi. Bu, cahil ərəblərin öz aralarında müəyyən bu aylarda müharibənin olmaması, qanun tökülməməsi, rahat şəkildə ticarətin olması üçün bir saziş idi ki, öz aralarında bunu razılaşmışdılar. Amma İslam gələndən sonra bunu bəyəndi və təsdiq elədi. Nə üçün? Çünki İslamın xətti ilə, İslamın
görüşü ilə uyğun gəldi. İslam da qan tökməyin əleyhinədir, müharibənin əleyhinədir, sülhün tərəfdarıdır. Ona görə İslam bunu bəyəndi. Və biz bir neçə bu cür Qurani-Kərimdən nümunə gətirə bilərik və onunla da İslamın başqa xalqın mədəniyyətinə olan baxışını biz anlaya bilərik. Bəli, İslam, əgər Novruza biz baxsaq, görərik ki, İslamın təriflədiyi və tövsiyə etdiyi əksər dəyərləri Novruz özündə birləşdirir. Ona görə İslamın buna münasibəti çox müsbətdir. Məsələn, küsüllərin barışması, evin təmizlənməsi, böyüklərin ziyarəti, təzə paltarların geyilməsi, ətirlənmək, bayram əhval-ruhiyyəsində olmaq İslamın tövsiyə etdiyi dəyərlərdir və əgər bircə gün bu dəyərləri təmsil eləyirsə və xalq bu dəyərlərə əməl eləyirsə həmən gündə, İslam onu tərifləyir və ona müsbət yanaşır. Biz ümumiyyətlə əvvəlki peyğəmbərlərin dövründə də bayramın olmasını Qurani-Kərimdə görürük. Hacı, son zamanlar belə bir tendensiya yaranıb. Deməli, Novruz bayramını İslamda bidətlə adlandırırlar, hallandırırlar. Yəni dinimizə ziddir, İslami baxışlara ziddir, atəşpərəstlərin bayramıdır və ümumiyyətlə bütpərəstliyə də gətirib çıxardırlar. Ümumiyyətlə bu barədə nə demək olar? Sizin baxışlarınız necədir? Təbii ki, Novruz İslamdan əvvəl olub və hətta tarixinə baxdıqda görürük ki, hətta atəşpərəstlikdən də əvvəl olub. Sadəcə olaraq atəşpərəstlər gəliblər, orada hansısa bir belə deyək, uydurmalar eləyiblər. Amma Novruzun atəşpərəstliyə heç bir əlaqəsi yoxdur. Yəni atəşpərəst məsələn hansı əlamətə görə bunu atəşpərəstlik hesab eləyirlər ki? Yəni tonqal qalayıb üstündən tullanmaqlar falan. Valla mən indi oxumuşuq, görmüşük. Adətən atəşpərəst Allah, o da Allah deyir və onun qarşısında sitayiş eləyir. Amma Novruzda isə odun üstündən tullanırlar. Bunun yəni atəşpərəstliyə heç bir əlaqəsi ola bilmir. Yəni bir növ təhqirdir. Mən elə gəlir ki, özümə də maraqlıdır bu məsələ, çünki mən iddia eləmirəm ki, bu sırf atəşpərəstlərin bayramıdır. Sadəcə olaraq bir müsəlman kimi mənim özümə də maraqlıdır ki, bu nə qədər düzgün yanaşmadır. İslamın buna münasibəti necədir? Onu deyim ki, bəli, əgər o şeydəki məna yoxdur, heç bir yəni xurafatdırsa, heç bir dəyər yoxdursa, İslam onun tərəfdarı deyil və tövsiyə də etmir. Amma bu kafirlikdir, atəşpərəstlikdir, onu da demir. Xeyr, əlimizdə heç bir dəlil və sübut yoxdur ki, deyək ki, bu məhz atəşpərəstliyin əlamətidir. Mən deyərdim ki, əksinə, atəşpərəstliyi təhqir eləmək üçün bəlkə də atılan addımdır. Nə üçün? Çünki atəşpərəst odun qarşısında qalıb sitayiş eləyirsə, amma bu əməli icra eləyənlər onun üstündən tullanırlar, bunu ayaq altında qoyurlar. Yəni, atəşpərəstliklə heç bir əlaqəsi yoxdur. Hacı, belə bir sual da var. Novruzda adət-ənənəmizə görə dünyadan köçənlərimizin məzarlarını ziyarət edirlər. Yaxın qohumlara falan. Və belə bir adət halını da alıb ki, qəbrin üstünə şəkərbura qoyarlar, paxlava qoyarlar, səməni qoyurlar və yaxud da ki, qırmızı lentlə bağlayırlar. Bu özü bütpərəstliyə mi deyək və yaxud da ki, ölmüş adama bu şəkərburanın nə xeyri var? Misal üçün daşın üstünə qoyurlar orada. Adətən xalqımız yəni bu bayram günlərində öz rəhmətə gedənləri də xatırlayırlar və bu gözəl bir əməldir həqiqətən. İnsan öz ölənlərini, valideynlərini həmişə yaxşı günlərdə xatırlamalıdır və onlar üçün ehsanat verməlidir. O ki qaldı qəbrin üstündə şəkərburanın aparılması və s. Mənə elə gəlir ki, bunu ehsan üçün eləyirlər. Çünki oraya yığışan kasıblar görürsən ki, orada ondan faydalanırlar və s. İndi hər halda bunu dində belə bir şey yoxdur. Yəni İslamda belə bir şey yoxdur. Qəbrin üstündə yemək, içmək aparasan, orada qoyasan qəbrin üstündə. Amma xalqımız eləyir bunu. Mənə elə gəlir ki, bu yenə deyirəm, orada ehsan niyyəti ilə aparılır ki, başqaları ondan faydalansınlar və oradan gəlib götürürlər. Onsuz da bizim mən özüm görmüşəm ki, adətən o qəbrin üstündə qoyulan ehsanatı kasıb fəqir
gəlib oradan götürür, aparır öz evinə. Elimizin adətlərindən danışarkən davam etdirmək istəyirdim. Bayaq qapımıza papaq qoyanda bir adət yadıma düşdü. Qulaq falı deyilən bir şey. Yanım cəmaatın qapısında susurlar ki, görək bu adam nə danışır. Ümumiyyətcə cəmaatın söhbətinə qulaq asmaq, hansısa bir qıraq adamın söhbətinə qulaq asmaq, gizlindən pusmaq bunu nə qədər düzgündür? İslamın buna baxışı təbii ki, mənfidir, düzgün deyil. Yəni düzdür, bizdə indi var. Yəni dini anlayış çoxaldıqca bu şeylər yavaş-yavaş yəni ortadan qalxır. İslamın buna baxışı düzgün deyil. Heç kəsin evini güdmək olmaz, pusmaq olmaz, qulaq asmaq olmaz. Bəlkə hansısa bir məsələni danışırlar, bəlkə öz aralarında sir olaraq nə isə danışırlar, buna qulaq asasan, bu düzgün sayılmır və İslamda qeybət, qulaq qeybəti sayılır. Bu düzgün olmaz. Yəni faldan çox qeybətdir. Bəli. Nəzərə alsaq ki, fal da haramdır, qeybət də haramdır, əməl avtomatik olaraq Düzgündür. Bəli. Hazır yeri gəlmişkən 7 hərfdən baş hərfləri sı ilə başlayan nemətlərin süfrəyə düzülməsi haqqında da belə bir deyim var xalqımız arasında. Bu nə dərəcədə düzgün bir əməldir, adətdir, ənənədir? Bəli, bu qədim, yəni İslamdan əvvəl qədim farsların adət-ənənəsi idi ki, bunlar indi də icra olunur və süfrəyə o nemətləri düzürlər. Bunun da yəni İslamla heç bir ziddiyyəti təşkil eləmir. İslam da buna mənfi baxmır. Bidət də sayılmır. Nemətlər də qoyulur bura süfrəyə. Amma Həzrəti Əli əleyhissalamdan mən istəyirəm elə o 7 sı ilə başlayan ayələri deyim. Həzrəti Əlidən bizə rəvayət olunub. Bu 7 sı ilə başlayan ayə hamısı bizdə salam sözü ilə başlayır. 7 dənə ayə burada qeyd olunub. Bismillahirrahmanirrahim. Selamun ala ali Yasin. Salam olsun ali Yasinə. Selamun ala Nuhin fil alemin. Salam olsun Nuha. Salam olsun İbrahimə. Salam olsun Musa və Haruna. Selamun qavlan min Rabbir Rahim. Rəhimli Rəbdən, Allahdan sizə salam olsun. Selamun aleykum tibtum fədxuluha xalidin. Cənnət mələklərinin cənnət əhlinə salamıdır ki, siz pak yaşadınız, salam olsun sizlərə, buyurun cənnətə daxil olun. Selamun hiyə hattə matla'il fəcr. Və Qədr surəsinin axırıncı ayəsidir ki, o gün Qədr gecəsi səhərə qədər salam, əmniyyət olacaqdır. Və bu Həzrət Əlidən bizə gəlib çatmış bir rəvayət idi ki, Novruzda bu ayələri oxumaq tövsiyə olunmuşdur. Sənin adın nədir? İbrahim. İzləri. Rəbbin kimdir? Allah. Peyğəmbərin kimdir? Məmməd. İmamın kimdir? Ali. Kim? Ali. Əli, ay maşallah. Dinin nədir? İslam. Ay Allah səni saxlasın. Kitabın nədir? Quran. Qiblən haradır? Təpə. Hara? Təpə. Ay maşallah. Bağlamış bir abi. Sağ ol. Sağ ol, sağ ol. Gel. Gel sen de. Kes. Kes yağını. Təəssüf ki, biz Hacı Mir Mehdinin qonağı olarkən övladları evdə deyildilər. İlahiyyatçı bizə dedi ki, onlar çərşənbə tonqalı qalamaqdadılar və başları yaman qarışıb. Hacı, qarşıdan Novruz bayramı gəlir və istərdik sizə ilk sualımızı elə
Novruz bayramı ilə əlaqəli verək. Sizin üçün Novruz nə deməkdir? Bismillahirrahmanirrahim. Novruz yeni gün, yeni həyatın başlanmasıdır. Elə biz də qədimdən, yəni bu elin övladı olaraq millətimizin bu bayramını əziz bilir və bu Novruzu həmişə həyatın təzələnməsi, təbiətin cana gəlməsi, dirilik, varlıq, xoşgüzaranlıq, mehribançılıq və yeni həyat, yeni nəfəsdir. Ümumiyyətlə Novruz İslama zidd deyilmi? Novruz İslamdan deyil. Bu günləri də Novruzun əleyhinə bəzi dini cildə girmişlər, təbliğatlar aparırlar. Novruz İslamdan deyil, bu məlumdur. Novruz İslamdan çox qədim bir bayramdır. Amma İslam gələndə nəinki Novruzu qadağan eləyib, bəlkə tərif eləyibdir. Hədislərimiz bu barədə çoxdur. Ümumiyyətlə tonqalın üstündən tullanmaq nə deməkdir? Bu İslama zidd deyilmi? Atəşpərəstliyə bir yol açmırmı? Bilirsiniz, bu tonqal yandırmaqlığın sırf atəşpərəstliklə bağlılığı tam olaraq deyil. Yəni biz deyək ki, tonqal sırf atəşpərəstlikdir, belə bir məsələmiz yoxdur. Və indiki müasir dövrümüzdə deyək ki, kimsə tonqala Allah deyəcək, ilah deyəcək, bu son dərəcə inanılmaz və ağlasığmaz bir məsələdir. Yəni insanların təfəkkürü də o qədərində də dala deyil, qabağıdır bəlkə. Haçansa ola bilsin, bu olub, ancaq biz Azərbaycan eposundan bunu görürük ki, bu tonqal qalamaqlığın Azərbaycana müəyyən bir işarə şərtləri var. Yəni, bir tonqal qalamaqlıq bir məna verir, iki tonqal qalamaqlıq, başqa bir mənası var, üç tonqal qalamaqlığın bir başqa mənası var və əsasən də bunlar Azərbaycan xalqının qədim ənənəsində nəinki büt və sitayiş obyekti, bəlkə bir simvol olaraq çağırış və ya nəyisə elan etmək rolunu oynayıb. Bugün Novruzda yandırılan tonqalları əlbəttə ki, o tonqalı nəyəsə bənzətmək və ya ona nəsə buna ağırlığım, uğurluğum üzərinə gəlsin, məni xilas eləsin. Belə ki, əqidələr bu batil əqidədir. Ancaq sırf şənlənmə, sırf yeni bir gündə bir bayram əlaməti olaraq bir tonqal yandırma, bundan başqa bir niyyət olmasa heç bir problemi yoxdur, din də bunun əleyhinə olmaz. Səməni saxla məni, hətta belə bir şeir də var. Ümumiyyətcə, bu nə qədər düzgün bir ifadədir. Allahın yaratdığı bir buğda insanı necə saxlaya bilər? Səməninin özünün rəmzi həyat və təravətdir. Yəni səməni Novruz gəldikdə necə hər yerdə bütün bitkilər düzəlməyə başlayır, yaşıllıq, təbiətin rəmzi ortaya gəlir. Səməni bundan artıq bir şey deyil və buğdadan əmələ gəldiyindən bərəkətin simvoludur. Amma şairlər il ərzində bir şeylər qoşublar, bir sözlər deyiblər. Bu şairin sözünü dəlil gətirib nəyisə vurmağın da bir əsası olmaz. Şairdir, bir sözdür deyib, cəmaat da dilində deyir. Deyək ki, bu cür və kimə düşən ki, səməni saxlayacaq, özü güləcək. Yəni, heç kim bunu deyəndə də əqidə ilə demir. Əgər uşaqlara bunu əzbərlətirib dizdirlərsə, sadəcə şənlənmə sözləridir. Amma yenə də bilinir ki, səməni nədir və ona heç kimin bir büt olaraq etiqadı yoxdur. Bu sırf yaşıllıq, yeni həyat, təravət və buğdadan əmələ gəldiyinə bərəkət simvoludur. Və bu bəzədilir. Bunun üçün ki, yeni həyat başladı. Ancaq indi o məni saxla filana gəlsə, o əqidə ilə olsa bunlar qələt olar. Hacı, sizə son 2 sualım var. İkinci sualı hazırda səsləndirdiyim sualın cavabından asılı olaraq verəcəm. Bildiyimizə görə Novruz gününün dinimizdə xüsusi bir əməlləri var. Bunlar hansılardır? Bizə izah edə bilərsinizmi? İmam Sadiq əleyhissalatu vəssalamdan bizlərə yetişən bir hədisdə imam buyurur ki, Novruz günündə yaxşı olar ki, qusl edəsiz və qusl etdikdən sonra təmiz paltarlar geyilə, insan özünə ətir vura və müstəhəbbi də həmin gün oruç tutula və zöhrdən sonra 4 rükət xüsusi namaz var, 2 dənə 2 rükət bu namazlar qılınan. Yəni bunlar da dində bəyənilmiş və Novruza əlavə olaraq
deyilmiş müstəhəb əməllərdəndir ki, dinimiz bu günü bu cür ibadətlərlə bəzəyir. Hacı, bir tərəfdən qeyd edirsiniz ki, Novruz dini bayram deyil. Digər tərəfdən isə Novruz gününün əməllərini sadalayırsınız. Ümumiyyətcə, bu əməllər hardan meydana gəlib? Bunların kökü hardandır? Qeyd etdiyimiz kimi Novruzun əleyhinə deyil, bəlkə dinimiz Novruzu dedik ki, tərif və təsdiq edir. Və yenə də hədislərə müraciət etdikdə, yenə İmam Sadiq və İmam Baqir əleyhissalatu vəssalamdan bizlərə Novruz barəsində hədislər yetişir ki, Novruzun gününü İmam Sadiqə deyəndə, İmam Sadiq özü buyurdu ki, məgər siz bilirsinizmi bu Novruz nə günüdür? Və cavabını da Həzrət özü verir, buyurur ki, Novruz günü Allah Taala bəndələrindən əhd alan gündür. Novruzun günündə Həzrəti Nuhun tufanı bitdi və gəmi dağın üzərinə əyləşdi. Novruz günündə idi ki, Peyğəmbər Əkrəm Əli ibn Əbi Talibi öz çiyninə qaldırıb Kəbədən bütləri tökdü. Və Novruz günündə idi ki, Allahın əmri ilə Peyğəmbər Əkrəm Əli ibn Əbi Talib əleyhissalatu vəssalamı imamətə elan elədi və ona beyət aldı. Yəni bu qədər gözəl günlər, hətta bəzi rivayətlərdə Hz. İbrahim Xəlilur-Rəhmanın oddan xilas olduğu günün Novruza təsadüf etdiyini və demək olar ki, bir çox böyük peyğəmbərlər və dünyada baş vermiş böyük hadisələrin Novruz günündə olması xəbəri verilir və bütün günlərin bir sahibi var, o da Allahdır. Və din də Allahındır. Yəni günlər bizim üçündür, Allah üçün gün yoxdur. Novruz günü Allah özü bilir və Allah özü bu günü qərar veribdir ki, bu gündə təbiət həyata gələ və təbiətin həyata gəlməsini Allah Quranda neçə dəfə bizlərə ayə kimi göstərib, nişana kimi göstərib ki, biz yerdən ölü olaraq dirildib düzəltiləri qaldırırıq. Bu bir həyatdır və bu ölümdən sonraki həyata bir nişanədir. Bunları Allah Teala bizlərə Quranda bildirir və Novruz bunun şifahi tərənnümü və göstəricisidir. Və bu gün ki Allahındır və bu qədər hadisələri Allah bu günə salıbsa, deməli bu günün əzəməti var. Və Novruz nə qədər də qədim olsa, peyğəmbərlikdən və Allahdan qədim deyil. Biz danışanda ona dəymək ki, səs getsin ora, yaxşı? Mavi. Hacı bax. Bunu da istəyirsən açıq. Aç biraz, belə ehtiyac yoxdur. Düyməni aç qardaş. Digər tərəfdən isə deyirsiniz ki, əməl. Əgər İsa Peyğəmbər təkcə bir süfrənin nazil olmasını bütün insanlar üçün ayə qərar vermişdisə, bayram qərar vermişdisə, bəs bu boyda təbiətin Hacı, sizə son 2 sualım var. İkinci sualı indi verəcəyim sualın cavabından asıl olaraq səsləndirəcəm. Bildiyimizə görə